Deməli, mən pediatrik qrupda limfadenopatiya zamanı daha çox hematoloq olaraq nələrə diqqət eləməliyik? Yəni, bildiyimiz bilgilərin üzərindən keçib qısaca bir xatırlatma eləmək istəyirəm. Deməli, ümumiyyətlə, limfadenopatiya nədir? Limfadenopatiya limfa vəzlərinin ölçüsü və quruluşunun pozğunluğu ilə limfa vəz xəstəliklərinin ortaq adıdır. 0-6 yaş arası uşaqlarda 40% rast gəlinir. Böyük əksəriyyəti xoş xassəli səbəblərdir. Ümumiyyətlə, limfa düyünü nədir? Limfa düyünü limfatik kanallar boyunca müəyyən nahiyələrdə yerləşən limfosit və antigen təqdim edən hüceyrələrdən zəngin fibroz kapsula ilə əhatə olunmuş yuvarlaq oval şəkilli bir orqanellərdir. Orqanizmdə əsasən 0,5-1 sm ölçüdə periferiya və daxili orqanların ətrafında yerləşir və təxminən orqanizmimizdə 600 ədəd limfa düyününün mövcudluğu bilinir. Bu, bütün bədən ağırlığının 3%-ni təşkil edir. Kənardakı sxemdə bütün limfa birincili və ikincili limfatik sistemin orqanlarını görə bilərik. Sadəcə olaraq bura çox toxunmayacağım. Mənim digər həmkarım böyük ehtimal bu barədə daha geniş məlumat verəcəkdir. Deməli, yeni doğulmuşlarda ümumiyyətlə limfa düyünləri nadirən palpasiya olunur. Zamanla antigenlərlə qarşılaşma nəticəsində limfa düyünləri böyüməyə başlayır və 8-10 yaşında maksimum kütləsinə çataraq yetkinlik dövründə artıq kiçilməyə başlayır. Bir çox səbəbdən limfa vəzləri böyüyə bilər. Deməli, bildiyimiz kimi limfa vəzləri bir drenaj sistemidir. Bədənin sağ yuxarı hissəsinin limfa drenajı sağ limfa kanalı vasitəsilə sağ körpücüaltı venaya, sol tərəfinin limfa drenajı isə torakal kanal vasitəsilə sol körpücüaltı venaya açılır. Bunlar nə üçün əhəmiyyətlidir? Bizim hər hansı bir nahiyədə böyümüş limfa düyünləri gördükdə bunun hansı xəstəliklə bağlı olduğu, nəyə diqqət eləməyimizi önə çəkir. Deməli, nahiyələrə görə drenaj sahələrini burada qeyd eləmişəm. Yəni, bu lokal limfadenopatiyaya deməli, bunlar ona aiddir. Deməli, oksipital limfadenopatiya gördükdə bu baş dərisinin arxa hissəsi, digərlərini bir-bir saymayacağım. Daha çox diqqət çəkmək istədiyimiz supraklavikular deməli, limfadenopatiyadır. Sağ tərəfdə görünən limfadenopatiya mediasin və ağciyərdəki hər hansı bir xəstəlikdən xəbər verir. Sol tərəf isə gastrointestinal sistemdən, hansı ki Virchow düyünü dediyimiz deməli haldır. Uşaqlarda limfadenopatiyaya əsas səbəb nədir? Deməli, bu yuxarı respirator infeksiyalar ola bilər, soyuq, qrip və s. bakterial infeksiyalar və viral infeksiyalar ola bilər. Etiopatogenezi nədən ibarətdir? Non-neoplastik və neoplastik səbəblər ola bilər. Non-neoplastik nələr aiddir? Burada hüceyrə artışı və maddə artışı səbəbi ilə olur. Hüceyrə artışı nədir? Yəni, limfa düyünü hər hansı bir antigenlə qarşılaşdıqda deməli, baş verən hiperplaziyadır. Drenaj bölgəsində bağlı olan hər hansı bir infeksiya, burada limfosit və makrofag artışı, həmçinin dərmana bağlı hiperplaziya, hüceyrə artışı olan səbəblərdəndir. Maddə artışı isə və limfadenit var. Burada limfa vəzinin özünün hüceyrəsinin iltihabı nəticəsində olan vəziyyətdir. Maddə artışı isə burada depo xəstəliklərini buna misal göstərə bilərik. Hansı ki, metabolit yüklü makrofaglarla limfa düyünün infiltrasiyasıdır. Digər səbəb isə neoplastikdir. Bu, yəni öz hüceyrələrinin patoloji olaraq artması, buna leykemiya, limfomalar və metastazlara aid eləmək olar. Deməli, burada bir sxematik olaraq limfa düyünləri ümumiyyətlə ən çox baş boyun nahiyəsində rast gəldiyini bilirik. Orada lokal olaraq hansı nahiyənin və drenaj etdiyi ona uyğun olaraq xəstəliklər qısaca görülmüşdür və bundan əlavə lapın rast gəlmə tezliyi lokalizə 75%-dir və generalizə olaraq 25%-dir. Lokalizə nədir? Sadəcə tək bir limfa düyünü bölgəsini və yaxud 1-2 limfa düyünü əhatə edirsə, bu lokalizə sayılır. Generalizə isə qonşu olmayan bir neçə limfa düyünü bölgəsində tutulum varsa, bu generalizə limfa düyünü sayılır, limfadenopatiya sayılır. Dediyimiz kimi ən çox baş boyun bölgəsində rast gəlinir. Bizim diqqət etməli olduğumuz nüanslardan biri də nədir? Limfa düyününün ölçüləri. Əgər aksilar və servikal bölgədə limfa düyünün ölçüsü 1 cm-dən böyüksə, inguinal nahiyədə 1,2 cm-dən, epitroklear nahiyədə 0,5 cm-dən böyükdür
böyükdürsə, bu artıq bizim üçün patoloji limfa düyünü sayılır. Supraklavikular limfadenopatiyanın burada olan hər limfa düyünü, yəni bunun hər santimi patolojidir sayılır. 40 yaşdan yuxarı 90% hallarda bədxassəlidir. 40%-dən aşağı olduqda 25% malignite şübhəsi var. Əsasən bir neçə belə deyək qaynaqlarda 2 santim və 3 santimin üstü malignite baxımından daha vacibdir deyə yazılmışdır. Sadəcə olaraq uşaqlarda daha bir hipertrofik limfa sistemi olduğuna görə bəzən yenə də bu yerinə görə dəyişir. 2 santim belə normal limfa düyünü olaraq qəbul olunmuşdur. Ümumiyyətlə bizim həkim olaraq lapa yanaşmamız necə olmalıdır? Bizim üçün ən vacib ipucu anamnezdir. Xəstəni ətraflı və çox detallı anamnez soruşmaq lazımdır. Yəni onun səyahət etdiyi yerlər, yəni heyvan təması, hər hansı bir həşərat dişləməsi varmı, yoxmu, aldığı dərmanlar, biraz daha yetişkindirsə, yəni onun deməli alkol və yaxud siqaret istifadə edib etməməsi, bununla yanaşı risk daşıyan cinsi davranışları varsa bunlar soruşulmalıdır və müşahidə edən simptomlar soruşulmalıdır. Bu ən vacib olanlardan biridir. Deməli son 6 ay ərzində 10%-dən artıq çəki itirilməsi, gecə tərləməsi, sümük ağrısı, uzun müddət davam edən qızdırma və son bir ayda keçirilən xəstəliklər, həmçinin müayinədə, fiziki müayinədə petekiya, purpura, sümük həssasiyyəti, səpki və hepatosplenomeqaliya varmı, yoxmu deyə gözümüzdən qaçırmamalıyıq. Kənar cədvəldə lapa səbəb olan dərmanları qeyd eləmişəm qısaca. Limfa düyünün dəyərlənməsi yenə az öncə qeyd elədiyim kimi yerləşdiyi nahiyyə və drenaj etdiyi sahəyə görə, yəni oradakı xəstəlikləri biz artıq düşünürük. Ümumiyyətlə, yeni doğulmuşlarda, süd əmərlərdə nəyi həm də nəzərdə tutmalıyıq, lap gördüyümüz zaman. Burada anadan gəlmə anomaliyalar və sternokleidomastoidoz əzələ hematoması varmı, yoxmu? Bundan başqa embrion dövrdə anadan doğum anomaliyaları var. Hansı ki triaglossal duct kisti, servikal kistlər və s. var. 3-5 yaşda görülən lap əsasən infeksiya səbəbidir. Əgər uşaq böyükdürsə, malignite baxımından yenə təkrar olacaq, diqqətli olmalıyıq. Ümumiyyətlə belə deyilir ki, yaş artdıqca malignite şübhəsi daha da artır. Burada limfadenopatiyanın səbəblərini xəstəliklərə görə cədvəli paylaşmışam. Burada autoimmun xəstəliklər var, kanser və ona bənzər vəziyyətlər, aşıq depo xəstəlikləri və hipersensitivite vəziyyətləri qeyd olunur. Deməli, limfa düyününün bizə məlumat verici bir digər xarakteri isə onun quruluşudur. Əgər palpasiya zamanı həssasiyyət, ağrı, ödəm, fluktasiya varsa və qabarıqlıq varsa, bu bizə ilk növbədə infeksiya varlığını düşündürəcək. Lakin diqqət etmək lazımdır ki, infeksiya malignitə ilə bərabər də rast gəlinə bilər. Əgər yumşaq, hərəkətli və asan sıxıla bilən bir limfa düyünü əlilliksə, bu benim səbəblərdəndir daha çox. Sərt bir quruluş varsa, burada artıq xərçəng ehtimalı yüksək sayılır. Rezin konsistensiyalı, yəni lastik şəklində paket və bir-birinə yapışmış haldadırsa, burada artıq limfoma barədə daha çox şübhələnməyimizi deməli ağla gətirməlidir. Ətraf toxumalara yapışmış, yenə malignite və granulomatoz xəstəlikləri yadımızda saxlamalıyıq. Müddət olaraq, əgər doğumdan bəri bir limfadenopatiya halı varsa, uzun müddət davam edirsə, burada artıq anadan gəlmə anomaliyalar ağlımıza gəlməlidir. Bir neçə gün içində böyümüş, həssas, qızarıq olan bir limfa düyünü görürüksə, ağlımıza infeksiya gəlməlidir. Qısa müddət ərzində 1-2 həftə və yaxud gün böyümüş, ağrısız, əlavə simptomları varsa, artıq burada malignitədən şübhələnə bilərik. Demək, müalicə antibiotik ilə 2 həftə ərzində müalicə verilir və bu 4-6 həftə ərzində limfa düyünləri kiçilmirsə, böyür və eyni ölçüdə və yaxud eyni ölçüdə qalırsa, artıq bu bizə malignitə barədə yenə düşünməyə məcbur edir. Müşahidə edən simptomlar varsa, deməli, aparılacaq testlər tam qan sayımı, sidik turşusu, LDH daxil olan bir neçə biokimya, periferik yaxma, EÇS, CRP, ön arxa toraks rentgen, abdomen və lapa yönəlmiş USM etmək lazım gəlir. Burada qısaca bir algoritm qeyd eləmişəm, yəni lap gördük,
diaqnoz qoyacaq bir anamnezimiz varsa 2 həftə izləyirik, xəstənin antibiotik tədavisini veririk. Cavab varsa yenidən xəstəni izləmə alırıq. Yox, əlavə simptomları varsa, cavab yoxdursa, əlavə simptomları varsa, bu gecə tərləmələri, çəki itkisi, davam edən qızdırma varsa, bu zaman yəni supraklavikülər lab həmçinin burada təcili testləri etmək lazımdır. Lakin supervena cava sindromuna və tümörlizisə diqqət etmək lazımdır. Qeyri-müəyyən diaqnoz olduğu halda da açıqlana bilməyən limfadenopatiya varsa, burada hematoloji anomaliyanın olub-olmadığını, mediasinal lap varmı, onu dəqiqləşdirməliyik və burada lazım olarsa sümeyliyə aspirasiyası olunur və diaqnoz qoyulur. Generalizə lap varsa, yəni diferensial diaqnozda bizə lazım olan xəstəliklər inkar edilirsə, lakin hələ də diaqnoz yoxdursa, limfa düyünü biopsiyası olunmalıdır. Lokalizə lapdırsa, biz USM edib həqiqətən bu limfadenopatiyadır, ondan əmin olmalıyıq. Yox deyilsə, antibiotik verilir, düzəlmə yoxdursa, yenidən biopsiya olunur. Deməli, uşaqlarda limfa düyünün incə iynə biopsiyası, incə iynə aspirasiyası diaqnostik əhəmiyyət daşımır. Mütləq eksizional biopsiya götürülməlidir. Çünki limfomalar zamanı bildiyimiz kimi incə iynə biopsiyasında yetəri qədər məlumat əldə etmək mümkün olmur. Bu yüzden məsləhət görülür ki, mütləq eksizional biopsiya olunsun. Bizim biopsiya göstərişlərimiz təcili hansı hallardadır? Sərt, ağrısız lab, mediastinal, supraklavikülər lab, sitopeniya, qarında kütlə, massiv orqanomegaliya varsa və digər dediyimiz B simptomları varsa, hökmən limfa biopsiyası olmalıdır. Təqib sonrası biopsiya isə non-spesifik müalicəyə cavab verməyən lab, spesifik infeksiya şübhəsi, 4-6 həftə içində kiçilməyən lab və artıq 2 həftədən çox böyüməyə davam edən lab varsa, biz deməli xəstəni biopsiya etməliyik. Mənim deyəcəklərim bu qədər. Hər kəsə təşəkkür edirəm. Hematologiyanı mənə sevdirən hocamla şəklimi qoymaq istədim və bu sevgini məndə davam elətdirən şöbəmə. Hamıya çox təşəkkür edirəm.